Kəmalə Günəşli tanınmasında yalnız bir zada minnətdar olmalıdır. Yalnız bir zada borçludur. O da arxasına. Gəlin etiraf edək ki, dostlar, hamımız içimən qarışıq Kəmalə Günəşlini ilk arxası ilə tanımışıq. Daha doğrusu o özünü bu cəmiyyətə ilk arxası ilə tanıdıb. Yəni bütün videolar necə idi? Yadınıza salın. Bir qadın gedirdi, arxasını görürdük, sonra dönürdü, üzünə baxırdıq. Onu da deyim ki, hər müğənninin də bəxti arxası ilə bu qədər yaxşı gətirmir. Kəmalə Günəşlidən də daha böyük həcmli arxa düzəltdirən müğənnilər var, amma heç də o qədər populyarlıq qazana bilmədilər. Yəni hər kəsin də arxası ilə bəxti bu qədər gətirmir. Və onu da deyim ki, Kəmalə Günəşlidən ilham alan başqa müğənnilər də oldu. Onlar da arxalarını böyüdüb, arxaları ilə video çəkməyə başladılar, amma açığı tutmadı. Dediyim kimi, bu hər halda həm də bir bəxt məsələsidir ki, hər kəsin də arxası ilə bəxti o qədər yaxşı gətirmir.